Ərkivan Xeyriyyə Cəmiyyətinin hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda 2020-2025-ci illər üçün Xeyriyyə Cəmiyyətinin hesabatları müzakirə olunub. Sonra Ərkivan Xeyriyyə Cəmiyyətinin yeni idarə heyəti formalaşıb. İdarə heyətinin üzvləri növbəti 5 il üçün Cəfər Cəfərovu cəmiyyətə sədr, Məşkur Qasımovu isə fəxri prezident seçiblər. Xeyriyyə Cəmiyyətinin nəzdində mədəni kütləvi tədbirlər, maddi yardım, vətənpərvərlik, gənclər və idman, dini məsələlər, elm və təhsil komissiyaları yaradılıb. Cəmiyyətin növbəti iclasında yeni yaradılan komissiyalara üzvlər və qəsəbədə məhəllələr üzrə nümayəndələr seçilməsi nəzərdə tutulub. Sonda 20 aprel tarixində Ərkivan Xeyriyyə Cəmiyyətinin 5 illik yubiley yaşının qeyd edilməsi planlaşdırılıb.